Günümüz uğurlu olsun değerli izleyiciler. Abşeron rayon Saray qəsəbəsində 2 mərtəbəli 4 otaqlı evimiz satışa çıxıb değerli izleyiciler. Son tamamlama işləri qalır. Hazır kutsal evdir. Yəni alıb birbaşa qeydiyyata düşə biləcəyiniz evdir. Heydər Əliyev prospektində əsas yoldan ikinci ev. Yəni bütün marşrutlara, bağçaya, məktəbə yaxındır değerli izleyiciler. Bir sayılı məktəbdir. Heydər Əliyev prospektində ikinci evdir. Əsas yoldan ikinci ev. Yolla məsafəsi 30-40 metr değil. Değerli izleyiciler, bu evimizin dəhlizidir, giriş hissə. Burada güzgüdən belə qəşəng dekor düzəldilir. Buradan birbaşa keçə qonaq otağını, bax belə geniş şəbəkə pəncərəsi var. Son tamamlama işləri qalıb değerli izleyiciler. Bax belə geniş qonaq otağıdır. Orada tvistentin yeridir. Burada da dekordan belə avoydan işləmələr işlənilir. Tavan hündürlüyü də 3 metrdən hündür olar. 1 ilə 2'nin arası monolit betondur. Birinci mərtəbədə monolit beton istifoldur. Bu evimizin qonaq otağıdır. Dəhlizdir, otaqlardır, mətbəxdir, hamısı istifoldur. Bura mətbəxdir değerli izləyicilər. Evlər arası keramik olunubdur. Aspiratorun yeri qoyulub. Belə pəncərədir, şəbəkə pəncərədir. Birbaşa həyətinə baxır değerli izləyicilər. İstifoldur bütün. Birinci mərtəbə istifoldur. Bura birinci mərtəbəli sanitar qovşağıdır. Bir də sanitar qovşağı var ikinci mərtəbədə. Əlinizlə keçib göstərəcəm sizə. Burada birinci mərtəbəli sanitar qovşağı istifoldur. Əlinizlə pilləkənlərlə qalxıb yuxarı. Yuxarıda 3 yataq otağıdır. Bura ikinci mərtəbə sanitar qovşağıdır. 3 tane de yataq otağıdır. Burada birinci yataq otağı, geniş yataq otağı değerli izləyicilər. Gördüğünüz kimi şəbəkə pəncərələr yerdə. Burada da evimizin terası olacaq, balkon isə qıraqlarda dəmir raşutkalarına yığılacaq. Son tamamlama işləri var değerli izləyicilər. Hazır kutsal evdir, yəni alıb birbaşa qeydiyyata düşə biləcəyiniz evdir. Burada ikinci yataq otağı. Burada da yine terasına çıxmaq üçün değerli yer var. Buranın da qıraqları dəmir raşutka ilə yığılacaq. Yataq otağından terasa çıxışdır. Burada da dekora boy vurulub belə. Tavan hündürlüyü də 3 metrdən yuxarı olur. Burada üçüncü yataq otağı. Burada da radyatorların yeri qoyulub. Hazırda bütün otaqlarda radyatorda birinci mərtəbə çox istifoldur değerli izləyicilər. Buradan da dama çıxmaq üçün yer qoyulub. Keçək həyətin təqdimatını eləyim. Değerli izləyicilər, bu da evimizin çöl görünüşüdür. Buradan jaliz darvaza olacaq. Bu kanalizasiya mərkəzidir. Evin yan hissəsində də keçmək olur. Sadəcə 2 sota yaxındır değerli izləyicilər. Yəni arxa hissəsində də. Bax belə bir həyəti var gördüyünüz kimi. Tarsopkası vurulur, indi rəngi vurulacaq değerli izləyicilər. Son tamamlama işləri qalıb sarayın tam mərkəzindədir. Burada da belə qəşəng dekorlar yığılır. İşıqlandırma sistemi olacaq. Hər iki evin yan hissəsinə, arxa hissəsinə keçməyi mümkündür. Həqiqətən çox zövqlü evdir değerli izləyicilər. Yola yaxındır. Kutsal evdir. 125 min manata deyilir. İnşallah gəlin ev sahibi ilə danışın, qiymətlər razılaşın. Çox sağ olun.